Xeyir uşaqlar, 15-ci sualda funksiyanın tərsinə aid sual verilib. Funksiyanın tərsinin 5-dəki qiymətini soruşur. Mən tutalım, deyirəm ki, tərs funksiyanın qaydasına əsasən təbii ki, funksiyanın tərsinin 5-dəki qiyməti bir x-dırsa və tərs funksiyanın qaydasına əsasən onda f-in x-dakı qiyməti 5-ə bərabərdir. Eyni ilə fx burada verilib, düzdür? Fx burada var. Yəni fx bu ifadənin yerinə mən 5 yazsam, nə olacaq? 5 bərabərdir 2x plus 4. Buradan 2x bərabərdir 1-ə, x bərabərdir 0,5. Bu birinci yol. İkinci yolun həllinə baxaq. İkinci üsul nədir? Mən ilk öncə fx funksiyadır, həm də y deməkdir axı. 2x plus 4. Bunun tərsini necə tapmaq olur? Y ilə x-in yeri dəyişəcək. Olacaq. Deməli, x gələcək. Y-in yerinə bərabərdir 2y plus 4. Buradan 2y nəyə bərabərdir? X minus 4-ə. Hər tərəfi 2-yə bölürəm ki, y vəziyyəti alınsın. Y bərabərdir x bölü 2, çıx 4 bölü 2. Yəni, funksiyanı artıq aldım. Y bərabərdir x bölü 2, çıx 2. İndi artıq 5-i yerinə yazsam, y bərabərdir 5 bölü 2 çıx 2. Y bərabərdir 5-in yarısı, yəni 2,5 çıx 2. Bu da edər 0,5. Bu da ikinci həll yolu.